Hello, bugün halamı iftara çağırmışam, oruç tutup diye. İstədim hazırlıq prosesi sizin için vloglayım. Bu arada həyatımda ilk dəfə özümü tək qubaqlı aşı bişirəcəm. İnşallah yaxşı olar. Gəlin başlayaq. Birinci aşı hazırlamaqla başladım. Düyüsünü yudum, qoydum duzlu suya. Soğanları da balaca doğrayıb noxudla birləşdirib duzladım. Qoydum biraz kənara ki yumuşalsın. Kişmişləri də islatdım. Keçdim supun hazırlanmasına. Bütün tərəvəzləri yudum, doğradım. Üzərinə su əlavə edib qoydum qaynamağa. Qaynayanda ədviyyatlarını da əlavə etdim. Hazır olandan sonra didilmiş toyuq ətin, brokolini və qaymağı da əlavə etdim. Brokoli bişənə qədər yenidən qaynamağa qoydum. Yadınızdadırsa sizinlə şirniyyat reseptini paylaşmışdım səhifəmdə. Peçenyalı puding. Bu dəfə də ondan etdim. Çünki ən asan bildiyim resept bu idi. Hazırlayıb qoydum soyuducuya ki kıvamı qəşəng olsun. Düyüm uje bişdi, onu süzüb keçdim qazanın dibini düzməyə. Birinci toyuqları, biraz düyü, sonra noxudlu qarışımı, üzərinə də kişmişi səpdim. Qalan düyünü də üzərinə tökdüm. Digər yeməyə keçməmiş çıxan qabları yuyub, silib, yerləşdirdim, başladım börəyin hazırlanmasına. Hazır yufqaları doğradım, içərisinə ağ pendir, göyərti qarışımını qoydum, hər qatada sosun əlavə etdim. Salat eləməyə çatdırmadığım üçün Volt tətbiqindən sifariş etmək istədim. Həm vaxtıma, həm də puluma qənaət etmək üçün. Çünki hal-hazırda Voltda Ramazan ilə bağlı düz 40% endirimlər mövcuddur. Mən həm salat, həm blinçik, həm də çudu sifariş etdim. Çox tez bir zamanda çatdırılma etdilər. Heç yarım saat belə çəkmədi. Onu da qeyd edim ki, kampaniya 19 fevral, 18 mart tarixlərində keçərlidir. Siz də Volt ilə Ramazan süfrələrinizi tamamlaya bilərsiniz. Artıq vaxta az qalmışdı deyə tez bazar süfrəni düzdüm və əsas məqama gəldik çatdıq. Görək aşımız necə çıxıb. Ключевой момент. Qəşəng, super. Süfrəmiz artıq hazırdır. Son halını da sizin üçün çəkdim. Allah bütün tutulan oruçları və edilən duaları qəbul etsin. Hələlik.